Keçdik növbəti məsələnin izahına belə bir məsələ verildi bizə. Deyir ki, 1 litr neftin yanmasından 10,5 min kilokal enerji alınır. 10,5-in 10.500 kilokal enerji eləyir. Deyir, bəs yaxşı, neçə litr neft 6 kilogram şərti yanacağa bərabərdir? Biz ilk öncə burada şərti yanacaq vahimlə anlamalıyıq. Şərti yanacaq vahimdə o demək uşaqlar. 1 kilogram daş kömürün yandırılmasından 7000 kilokal enerji əldə olur. Bunu əzbərlərdə saxlamalıyıq ki, 1 kilogram daş kömürün yandırılmasından deməli 7000 kilokal enerji əldə olunur. Daş kömür. Və görək 1 kilogram daş kömürdən 7000 kilokal enerji əldə olunursa, 6 kilogramdan nə qədər əldə olunur? X də bərabərdir 42.000 kilokal enerji. Və biz bu 42.000 kilokal enerjini əldə etmək üçün neçə litr neft lazımdır bunu bilməliyik. Bunu da müəyyən etmək üçün ikincisini yazıram. Deməli, biz 1 kilogram neftin yanmasından 10.500 kilokal enerji əldə olmasını burada bilirik. Çünki bizə deyir 1 litr neftin yanmasından 10.500 kilokal enerji əldə olunur. Bəs o zaman 42.000 kilokal enerjini əldə etmək üçün, daha doğrusu 42.000 kilokal enerji əldə etmək üçün neçə litr neft lazımdır? X da bərabərdir 42.000 bölü 10.500'ə. Cavab nə olursa, bu da bizim məsələmizin cavabı hesab